İqbal Abilovla bağlı paylaşılan xəbərlərdə saxta şərhlər yazan bir qrup meydana gəlib və bunlar İqbal Abilovla bağlı bütün xəbərlərə saxta şərhlər yazır, saxta kommentlər yazır və neqativ rey yaratmağa çalışır. Baxın, bu Abzas Mediadan paylaşılmış nümunədir. Şəkilə, daha doğrusu statusa 23 like gəlib və 1000-dən yuxarı komment var. Və bu kommentlərin çoxusu da yəqin ki, normalda bilirsiniz, gəlib bir like eləməli idi və yaxud da bir qəzəb gülüş işarəsi atmalı idi statusa. Bunların heç biri yoxdur və artıq statusdan saxtakarlıq iyi gəlir. Həmçinin bu təkcə Abzas Mediada baş vermir, digər xəbər saytlarında da baş verir. İndi baxaq bu profillər kimlərə aiddir? Saxta olduqları necə görünür? Bu mənim şərhimdir. İndi altdan baxın. Aydan Nağıyeva. Görək bu kimdir? Saxta profil olduğu, saxta şəkil olduğu açıq görünür. Baxın, profilində paylaşılanlara nə bir like gəlib, nə bir komment gəlib. Adam boş-boş özü üçün paylaşımlar edib. Digərlərinə də baxın, eyni tipdə adamlardır. Fikir verin. Bu adamlar ən azından bir-birinin statusunu like eləməli idi və bir-birinə komment atmalı idi və yaxud da dostluq göndərməli idi. Normalda 1000 adamın içərisində belə bir yaxınlıq olmalıdır. Amma bunların heç biri yoxdur. Baxın, hamısı saxtadır. Bu adam Azərbaycanlıya oxşamır, qardaş. Bu adamın tutduğu sendviçə baxın. Azərbaycanda belə bir şey yoxdur. Sendviç verilmir. Heç bir like yoxdur. Hamısı eynidir. Yəni, özünüz də girib baxa bilərsiniz. Hamısı eyni tipdədir. Saxtakarlıq məqsədi üçün yaradılıb. Bəs bunu niyə edirlər? Bunu Yerazı-Naxçıvan hakimiyyəti ona görə edir ki, ermənilərdən artıq düşmən biçə bilmirlər. O mif dağılıbdır və çalışırlar ki, Azərilərlə talışları bir-birinə qırdırsınlar və hakimiyyətdə qalsınlar. Buna görə də bax, ayıq olmaq lazımdır. Bu cür təxribatlara inanmaq lazım deyil. Bu heç də xalqın özündən gələn reaksiya deyil. Nə talışlar bundan ikrah doymalıdır, nə də ki, Azəri qardaşlar girib bu statuslara aldanıb nəsə yazmalıdırlar. Ayıq olmaq lazımdır.